Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Çok hörmətli, dəyərli, möhtərəm mömin müsəlmanlar, bu həftə siz dəyərli cəmaata söhbət açacağımız mövzu hamıya da məlum olduğu kimi Ramazan ayı və onun fürsətləri haqqında olacaqdır. Uca Rəbbimizə sonsuz həmd-i sənalar, şükürlər olsun ki, hər il olduğu kimi bu ildə 2 ay əvvəlcədən Allah Rəsulunun tövsiyəsi ilə, etdiyi duaları ilə ey Rəbbim, bizi əvvəla Rəcəb ayında, sonra ondan sonra gələn Şaban ayında mübarək, bərəkətli eylə. Bu ayları bizim üçün mübarək eylə, bərəkətli eylə. Hazırlıqlarımızı tam yerinə yetirməyi nəsib eylə və bizi Ramazana qovuşdur deyərək gözlədiyimiz Ramazan ayı artıq qapıdadır. Uca Rəbbimizə sonsuz həmd-i sənalar olsun ki, əvvəlki illərdə olduğu kimi bu ildə artıq Ramazana, Ramazan şərifə qovuşmuşuq. Ramazan ayına inşallah bu gündən etibarən başlayacağıq. Məğrib namazından sonra niyyət axşamı, sabahı inşallah Uca Rəbbim nəsib eyləsin, sona qədər tutmağı oruçla keçirəcəyik. Əziz dəyərli möminlər, insanlığın yaşadığı qısa zaman dilimində Allah Teala ona sonsuz, saysız, hesabsız nemətlər bəxş eləyir, fürsətlər bəxş eləyir. Təbii ki, istifadə edənə o fürsətlərdən biri də mübarək Ramazan ayıdır. Ramazan ayının fürsəti Uca Rəbbimizin insanlığa bəxş etdiyi ən gözəl nemətidir. Bunu biz bir nemət olaraq qəbul eləməliyik. Çünki Ramazan ayı hər bir müsəlmana, möminə qarşısına çıxacaq ən gözəl fürsətdir. Amma bir həqiqət də bundan ibarətdir ki, bu fürsət insanın qarşısına çıxır. İnsan o fürsətdən istifadə edə bilirmi? Onu dəyərləndirə bilirmi? Bilmirmi? O insanın öz əlindədir. Ramazan ayı bir insan üçün cənnətdir, bir insan üçün cəhənnəmin ən ağır dərəkələrindən bir dərəkədir. Nə zaman cənnətdir, nə zaman cəhənnəmdir? O zaman insan üçün Ramazan ayı bir cənnətdir ki, o fürsəti əldən qaçırmır insan. O fürsət də Ramazan ayı boyunca tutulan oruçdur. Oruç, bildiyimiz kimi, Ramazan ayı boyunca bir ay, ya 30 gün ya da 29 gün insanın heç ara vermədən dan yeri ağarandan gün batana qədər, yəni günüz vaxtı, yemədən, içmədən və ailə münasibətlərindən uzaq durmasıdır. Uca Rəbbimiz, ola bilər bizim məntiqimizə uyğun gəlməsin, amma bu neməti bizə bəxş edib ki, biz bunun sayəsində cənnəti qazanaq, cənnəti əldə edək. Cənnəti qazanmaq elə də asan deyildir. Cənnəti qazanmaq üçün Ramazan ayında bir ay boyunca yalnız günüzləri işıqlaşandan, yəni dan yeri ağarandan, ta ki gün batana qədər Allah Taala'nın buyurduğu formada yemək, içmək və ailə münasibətlərindən uzaq durmaq lazımdır. Bir hədisdə Allahın Rəsulu belə buyurur. O hədis, hədisi qüdsidir. Rəbbimizin adından, Rəbbimizin nəfslə olan diyaloqunu Allahın Rəsulu bizə anlatır.
izah edir. Ne üçün anlatır? Çünki bizim hər birimiz bir nəfs daşıyırıq. O nəfs hətta şeytandan da daha güclü bir qüvvəyə sahibdir. Dəfələrlə xütbələrimizdə demişik. O şeytandan da daha güclü qüvvəyə sahib olan o nəfsi yola gətirmək o qədər də asan deyil. Bu hədisdən biz daha gözəl anlayacağıq. Allahın Rəsulu nəfsə xitab eləyir məna aləmində. Sən kimsən, mən kiməm? Nəfs cavabında sən, mən də nəfsəm. Müəyyən bir zaman dilimində onu cəzalandırır Allah Teala. Təkrar sual verir, yenə eyni cavab. Üçüncü dəfə uca Rəbbim onu ac saxlayır. Yemək, içmək nemətindən məhrum saxlayır. Və bu yemək, içmək nemətindən məhrum qalan nəfs sonunda həqiqəti aşkar edir. Mən, sən Allahsan, Rəbsən, bizim hər birimizin sahibisən, mən də isə sənin, bəndən qulunam deyə cavabını verir. Buradan yola çıxıb deyə bilərik ki, uca Rəbbim bizim az qalmaqla nəfsimizi tərbiyə etməyimizin ən gözəl üsulunu bizə Ramazan ayında bəxş eləyir. Əlbəttə, Ramazan ayında az qalmaq sadəcə yeməkdən və içməkdən uzaq qalmaqla bitmir. Yemək və içməkdən uzaq qalmaqla insan nəfsinin kim olduğunu xatırlayır, anlayır. Əgər həqiqi namaz qılır, həqiqi oruç tutursa, o zaman nəfsinin, özünün kim olduğunu, nə üçün yaradıldığını, hansı mövqeydə özünə yer tapdığını, tapacağını daha gözəl dərk eləyir. Biz bilirik ki, Quran-ı Kərimində uca Rəbbimiz Bəqərə surəsi 183-cü ayədə belə buyurur. Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu. Xitab iman edənlərədir. Ey iman gətirənlər. Kutibə aleykumus-siyamu. Oruç tutmaq, ac qalmaq sizə də yazıldı. Sizə də vacib edildi. Kəmə kutibə aləl-ləzīnə min qablikum. Sizdən öncə gələn ümmətlər olubdu. Xəbərdarsınız, Quran-ı Kərimdən oxumusunuz. O ümmətlərə də yazıldığı kimi sizə də oruç tutmaq, ac qalmaq yazılmışdır artıq. Ləalləkum təttəqun. Ümid olunur ki, ümid var ki, bəlkə siz də Allahdan qorxar, çəkinər, səhv əməllərdən uzaq durar, müttəqi olar, təqva sahibi olarsınız. Orucun məqsədlərindən ən alisi, ən birincisi insanlığı Allahın yoluna çəkməkdir. Bəli, oruç tutmaq, xüsusilə Ramazan ayında elə bir qüvvəyə sahibdir ki, insanları Allahın yoluna dəvət edir. İnsanları Allahın yoluna dəvət edən Allaha itaətə cəlb edir. Əlbəttə, insan nəfsini azad buraxmış olsa, hər gün yemək, içmək, istəklərinə çatdırmaq, bu şəkildə o Allahın yoluna asanlıqla qayıda bilməz. Allahın yoluna qayıtmağın ən gözəl yolunu uca Rəbbim bizə 12 ay içərisində bircə ay ərzində oruç tutmaqla bəxş etmiş olur. Və bu bir nümunədir ki, bir ay boyunca bizim təkrarladığımız oruç bizim nəfsimizi tam təzkiyə eləməyə, tam təmizləməyə, Allaha yönəltməyə yetər, kifayət eləyər. Bu da, bu fürsətdə məhz bugün daxil olacağımız Ramazan ayındadır ki, uca Rəbbim bu Ramazan ayında hər bir nəfsi haqq yola dəvət eləyə bilməyi hər bir quluna nəsib eləsin. Əziz dəyərli möminlər, Ramazan ayının fürsətləri oruç tutmaq vasitəsilə olduqca çoxluq təşkil eləyir. O fürsətləri əldə eləmək üçün insan ilk olaraq nədən başlamalıdır? Bugün artıq niyyət eləyəcəyik, məğribdən sonra niyyət eləmək şərtdir. Bir dəfə niyyət eləsək,
ayın sonuna kadar yeterlidir, kifayet eləyəcəkdir. Ama ettiğimiz bu niyeti sona kadar çatdırmaq üçün, oruca başlayabilmək üçün, nəfsimizə tabe olmamaq üçün, nəfsi Allahın yoluna dəvət edebilmek için ilk əvvəla Ramazan ayına başlarken tövbe ile başlamak lazımdır. Estağfirullahel azim. Mən əzəmətli olan, əzim olan uca Allahım, səndən bağışlanma istəyirəm və ətubu iley, etdiyim səhvlərə görə tövbə edirəm və bunu ürəkdən edib, peşmançılığını keçirdib, bir daha qayıtmamaq surətilə nəsuh bir tövbə ilə Ramazan ayına başlamaq lazımdır. Ona görə də Ramazan ayına bir başqa ad ilə tövbə ayda deyilir. İnanın ki, Ramazan ayında əgər Rəbbimizin qoyduğu qayda qanunlara uyğun olaraq sadəcə orucumuzu Allah rızası üçün tutarıqsa, o zaman biz onun faydalarını əlbəttə ki görəcəyik. O faydalardan, o fürsətlərdən biri də Ramazan ayının orucu, Ramazan ayı insanlıq üçün bir sağlamlıq qaynağıdır. Əziz dəyərli möminlər, maddi olaraq insan həm təmizlənir, mənəvi olaraq insan həm təmizlənir, həm də maddi olaraq insan sağlamlıq əldə eləyir. Mən əvvəlki xutbələrdə də söyləmişəm, qeyri-müsəlman həkimlər, mütəxəssislər tək bir fikrin yiyəsidirlər. Onlara soruşulduğunda gün gələcək bütün xəstələrə tək bir resept yazılacaqdır. O da müsəlmanların namazı kimi namaz qılın, tutduqları oruç kimi oruç tutun. Təbii ki, bunun bir dəlili vardır. Allahın Resulü aleyhissalatu vesselam gözəl hədislərinin birində buyurur ki, sumu, vacib olan, əmr olunan orucu tutun ki, tasihhu, səhhətiniz yerində olsun, sağlamlığınız yerində olsun, xəstəsinizsə şəfa tapasınız. Amma çoxları üçün bəzən eşitdiyi zaman çətin gələ bilir. Əziz dəyərli möminlər, oruç tutmaq o qədər də çətin deyildir. Sadəcə insanın iradəsinə ehtiyac var. Əgər insan oruç tuta bilməyəcək səviyyədə olarsa, o zaman Allahımız tərəfindən göndərilən ayədə insanlıq üçün bir asanlıq vardır. Uca Rəbbim ayədə buyurur ki, yuridullahu bikumul yusr. Allah Teala sizin üçün asanlıq istəyir. Və la yuridu bikumul usr. Sizin üçün çətinlik istəmir. Asanlığı nədən ibarətdir? Mən kənə məridan, əgər kim ki xəstədirsə, əv alə səfərin, səfərdə məşəqqət içərisindədirsə, fəiddətun min əyyamin uxar, həmin günlərdə oruç tutmaya bilər və həmin orucunu başqa günlərdə sayısı ilə qəzasını tuta bilər, deyə Rəbbimizin bir asanlığı da vardır. Və eyni zamanda فَمَنْ تَتَوَّى خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ. Kim ki xeyir işləmək istəyərsə, əlbəttə ki onun üçün bir xeyir hasil olar. وَاَنْ تَسُومُوا. Əgər bu halda belə orucuna davam eləyərsə, خَيْرٌ لَكُمْ. Onun üçün ən xeyirli olanı da elə budur. اِنْ كُنْتُمْ تَعْلَمُونَ. Əgər bilsəydiniz ki, cüzi bir xəstəliklə Allah Teala sizi imtihan eləyirsə, oruç ona ən gözəl bir şəfadır. Hətta səfərdə belə oruç tutmama fürsətin var, amma tutduğun zaman da sənin üçün daha xeyirlidir deyə Quran-Kərim ayəsində Uca Rəbbim açıq-aşkar buyurur. Bəli, budur Ramazan ayının fürsətləri. Ramazan ayının fürsətlərindən çox danışmaq olar və qısa olaraq sonda bir fürsətini də daha xatırladım. Ramazan ayı birbaşa orucu sayəsində insana cənnəti bəxş edir. Ramazan ayı sayəsində Uca Rəbbim cənnəti bəxş eləyir. O da Allah Rəsulunun bir hədisində sabitdir ki, Ramazan ayının orucunu tutanlar üçün Uca Rəbbim cənnətdə xüsusi bir qapı onlara məxsus etmişdir ki, oradan yalnız və yalnız digər əməlləri ilə birlikdə orucu daha çox olan insanlar, oruç tutan insanlar məhz həmin qapıdan keçərlər. Oruç tutan insanların xaricində əgər onlar bitdiysə,
sayları qurtardıysa, həmin qapı bağlanar, daha oradan heç kim keçə bilməz. Bu da Rəbbimizin göndərdiyi haqq elçilərdən sonuncusunun bizə müjdəsidir ki, Uca Rəbbim biz qullarına, bütün müsəlmanlara həm rahat, gözəl bir şəkildə orucunu tuta bilməyi və onun sayəsində cənnətə girə bilməyi nəsib eyləsin. Ramazan ayında orucla bərabər fürsətlərdən biri də bu ayda Allah Rəsulunun ziyarəti və eyni zamanda Kəbə evinin ziyarətidir ki, bilirsiniz ki, Ramazan ayında insanlar həccə gedə bilməz, yalnız ümrə edə bilərlər. Ümrə də kiçik həzdən ibarətdir. Bu ayda Allahın Rəsulu buyurur ki, bu ayda kim ki ümrə edərsə, Uca Rəbbim ona həcc savabı yazar və yaxud başqa bir hədisdə isə mənimlə birlikdə edilən həccin savabını yazar. Uca Rəbbim Ramazan ayının fürsətlərindən olduqca yüksək səviyyədə istifadə edə bilməyi hər birimizə nəsib eyləsin. Əziz dəyərli möminlər, Ramazan ayında əməllərimizin içində ən gözəl olan əməllərdən biri də Ramazan ayının orucunun gecələri, yəni bugündən etibarən vacib deyildir, sünnət-i müəkkədədir, qılınan təravih namazlarıdır. Əziz dəyərli möminlər, təravih namazı fərz namaz deyildir, vacib namaz deyildir. Amma təravih namazı Allah Rəsulunun tövsiyə elədiyi Ramazan gecələrini dəyərləndirmək üçün qılınan namazdır. Hansı günü qıla bilməyibsizsə onun üçün narahat olmayın. Amma çalışmaq lazımdır ki, təravih namazlarında iştirak edə biləsiniz. Özümüzdən nümunə götürürük. Nəfsimiz bəzən yemək yedikdən sonra, iftar elədikdən sonra bizə təravihi bugün də qılmasan da olar təşrifləri ilə gəlir. Siz olun, o təşriflərə aldanmayın. Çünki təravih namazı və oruç haqqında Allah Rəsulunun bir hədisində belə buyurulur. Kim ki inanaraq və savabını da Allahdan umaraq gecələri ibadətlə keçirərsə, Ramazan orucunu tutarsa, gəlmiş-keçmiş bütün günahları bağışlanar. Uca Rəbbim haqqı ilə təravih namazlarını qıla bilməyi və cənnəti qazana bilməyi hər bir quluna sizlərə nəsib eyləsin. Cüməniz mübarək olsun, Ramazan ayınız xeyirli, bərəkətli gəlsin.